Hər vaxtınız xeyir yoldaşlar. Kursumuzda təşkil edilmiş sınağın məntiq suallarını izahı ilə tanış olacaqsınız. Çox öyrədici, çox unikal suallar görəcəksiniz bu izahda. 6 aprel imtahanına gedənlər üçün ideal bir vasitədir. Biz kursumuzda sınavları Dövlət İmtahan Mərkəzinin modelinə uyğun kompüterlə onlayn qaydada keçiririk və ölkədə bunu tətbiq edən ilk kurs kimi sizləri də növbəti imtahanlarda onlayn sınavlarımıza dəvət edirik. 71-ci sualla başlayıram. Fikir verin, burada 6 nöqtə var, burada da 3. 6 nöqtə, yanında 3 nöqtə, onlardan 6 alınıb. Fikir verin, bunun tərsinə fırladırıq 36, kök alırıq 6. Burada 5, 2. Tersinden fırladırıq 25. Kök alırıq 5. 9'dan kök alırıq 3. 6 ilə 1'i tersinden fırladırıq 1, 6. 16. Kök alırıq 4 eləyir. Çox unikal sualdır. Adamın ağlına rəqəmlər gəlmir. Domino daşlar kimi, şəkil kimi baxırsan, amma belə bir həlli mövcuddur. 72-ci sualda bu sual tipini görməyənlər üçün kifayət qədər çətin tip qəbul oluna bilər. Yoldaşlar, burada boz üçbucaqlara baxın. 15, 15, 15, 15. 4 dənə boz üçbucaq, hər biri 15 qiymətini alsa, ümumi edir 60. 2 dənə bu naxışa malik olan üçbucaq isə 30, 30. 1 30 ise deməli o birisi də 30'dur. Eləyir 60. Bunlar ise 10, 10, 10, 10, 10, 10. 6 dənə 10 eləyir 60. Və nəhayət 1, 2, 3, 4 dənə ağ üçbucağın birinin içərisinə nə yazım ki, onu 4'ə vuranda 60 eləsin? Cavab 15. 73-cü sualda tərəfi 14 cm olan zərf şəkilli kağızın kənarları açılanda sahəsini hesablayın deyir. Bunun əslində çox sadə yolu var. Tərəfi 14-dürsə bu zərf şəkilli kvadratın, onda 14'ü 14'e vuranda bunun ümumi sayısı 196 eləyəcək. Niyə? Niyə yox? Kvadratın tərəfi belə deyək də A-dırsa, sahəsi A kvadratdır. Bu həll olundu. Mən iddia edirəm ki, bunun 2 qatıdır. Niyə? Baxın, bu üçbucaq 1, 2, 3, 4 dənə üçbucaq var burada, düzdür? Həmin üçbucağın biri güzgü əksi kimi bu yana, biri bura, biri bura, bir də bura açılıb. Bunun üçün xüsusi bir düstura ehtiyac yoxdur. Burada 4 dənə üçbucaq bizə 196 verib. Burada da 8 dənədir. Yəni 2 qatdır. 196-nı 2-yə vuraraq cavabı 100, 392 almaq olar. Bu qədər sadə bir metod. 77-ci sual elə ekrandadır. Baxın, 6 və 5'in bir-birinə hasili 30 eləyir. Üstlərinə həm 6'nı, həm də 5'i, yəni rəqəmləri cəmini gələndə cavab 41 eləyir. Fikir verin, 3 vur 4, 12 eləyir. Üstünə həm 3'ü, həm 4'ü gələndə 19 eləyir. Deməli, 4 vur 7, 28 eləyir. Üstünə həm 7'ni, həm də 4'ü, 11 gələndə də cavab 39 eləyir. 74-cü sualı izah eləmirəm. Məşhur sual tipidir. Buna dair kifayət qədər YouTube'da izahım var və yoldaşlar, bu sual üçün mənim çox qəşəng bir həll metodum var. Bunu öz tələbələrimiz bilir. Kompüterlə həll eləyənlər artıq bu imtahanlar kompüterlə daxil və bu zaman bu fiquru vərəqə çəkmək sizin üçün çox çətin olur. Bu qırıq fiqurları, qara fiqurlar görsə özdə qeyri-adi fiqurlar verir. Bunun üçün çox möhtəşəm metodum var. Yəqin ki, onu da bu yaxınlarda YouTube'a yerləşdirəcəm. Hətta gəlin 6 aprel imtahanına gedənlərə söz verim. Bu sual tipinin ekrana ruçka vurmadan, bir dənə elementi vərəqə köçürtmədən şifahi həllini məndən növbəti videoda gözləyin. İmtahanınıza qədər, 6 aprelə qədər həmin o izahı YouTube'a yerləşdirərəm. Təxminən 10'a yaxın imtahandır ki, bu sual dalbadal bütün imtahanlara düşür. Məncə həmin həll sizin üçün xilaskar olacaq. 75-ci sualda deyir ki, A qrupunun şəxslərinin orta yaşı 16, B qrupunun şəxslərinin orta yaşı 28'dir. A'dakılar B'dəkilərdən 3 dəfə çoxdur. Yaş ortalamasını tapın. Yoldaşlar, A'dakıları X, B'dəkilər A'dakılardan çoxdur. Bəli, B'dəkiləri də 3X götürə bilərik.
Yaş ortalamasını tapmaq üçün insan sayını yaşa vurub, toplayıb sonra ümumi insan sayına bölməliyik. X-i vuracağıq 16-ya. Üstdən də gələcəyik 3x-i vuracağıq 28-ə. Böləcəyik 4x-ə. Niyə? Çünki A və B qrupundakı insanların sayı toplayanda 4x edir. Bu da neçə eləyər? 84, 100x böl 4, cavab 25. Deyəcəyiz ki, müəllim, biz tənliyi bacarmırıq. Canımız sağ olsun. Gəlin tənliksiz həll eləyək. Gəlin götürək. A qrupundakı şəxslərin sayını 10, B qrupundakıların sayını 30. Biri digərindən 3 dəfə çox. 10, 30 istəmirsiniz, siz 1 ilə 3 götürün, 2 ilə 6 götürün, 9 ilə 27 götürün. Keyf sizindir. 16-nı vurun ona. Üstdən gəlin. 28 də vurun 30-a. Bölün insan sayına, yəni 10 plus 30-a, 40-a. Yenə cavabı 25 alacaqsınız. Bax belə. Keçirik növbəti suala, 76-cı suala. A və B anbarlarındakı 5 növ meyvə haqqında kiloqramları və ümumi meyvə nisbətindəki faiz göstəricilər verilib. Deyir ki, əgər A anbarındakı əriyin miqdarı B-dəki bananın miqdarına bərabərdirsə. Yoldaşlar, A anbarında meyvələrin kiloqramı və faizi göstərilib. Fikir verin, banan 125 kiloqramdır, 25 faizdir. Yazıram, 125 kiloqram 25 faizdirsə, ərik də 10 faizdir. Neçə kiloqramdır bilmirik. X kiloqram da 10 faizdir. Gəlin buradan X-i tapaq. X bərabərdir 125 vurulsun 10 bölünsün 25. Eləyir 50 kiloqram. Yoldaşlar, deyir əri ilə bananın kilosu, B'dəki bananın kilosu eynidir. B'də banana yazdım 50 kilo. İndi fikir verin, bax. B anbarına keçsək. B anbarında armudla əriyin faiz nisbətləri 35 və 25-dir. Yəni onların cəmi 60 faizdir. Onda yerdə qalan meyvələrə neçə faiz qalır? 40 faiz, düzdürmü? O 40 faiz qalan meyvələr alma, banan və portağaldır. Bax, ərik 25 faiz, armud 35 faiz. 60 faiz bunların cəmidir. Deməli, almaya, banana və portağala 40 faiz qaldı. 40 faiz meyvə neçə kiloqramdır? 40 plus 50 plus 70. 160 kiloqram. Bizdən nəyi soruşur? B anbarındakı meyvənin neçə faiz olduğunu. B anbarındakı meyvənin neçə faizi almadır, üzr istəyirəm. B anbarındakı meyvənin neçə faizi almadır. B anbarında 40 kilo alma var. 40 kilo da X faizdir. Buradan X bərabərdir. 40 vur 40 böl 160. Yəni 1600 böl 160. Cavab 10 faiz. Fikrimizə çox sadə bir metodla həll elədim. Məncə çox rahat, anlaşıqlı şəkildə başa düşüldü. Keçirəm növbəti suala. 78. Ənənəvi məşhur sual tipidir. Yoldaşlar, hər sınaq və qəbul izah eləyəndə mən deyirəm ki, bu qəbul və sınağın izahına kim baxa bilər? Bazalı, potensiallı tələbə. Hazırlaşmamış, bu yola təzə başlayan tələbələr qəbul və sınaq izahlarında çox da yaxşı mənimsəmirlər hər şeyi. Ona görə sınaq və qəbullardan öncə birinci mövzu izahlarını dinləməlisiniz. Deməli, yoldaşlar, mənim mausumun bateriyası dayandı. Ona görə belə deyək, 10 saniyəlik fasilə verim, onu dəyişim. Yoldaşlar, mausa batareya taxırıq. Gəlin o vaxta kimi touchpad ilə idarə edeyim. Deməli, bizdən soruşur ki, iki sözü birləşdirəndə yeni söz əmələ gəlsin. Burada düzgün cavab A variantıdır. Touchpad ilə işləmək çox pisdir. Baxın, kələm, ürəyinizi üzəcəm, üzürlü sayın. Bircə dəqiqə. Deməli,
kələm, taxtıq artıq. Və mət sözlərini birləşdirəndə, hərflərini bir-birinə qarşıdanda məmləkət sözü əmələ gəlir. Düzgün cavab A variantıdır. Növbəti sualımız. 7 üstü 43'ün sonu nə ilə bitir? Bunun üçün YouTube'da ilk izahı mən vermişəm və çox sadə bir metod demişəm. Demişəm ki, 43'ü, yəni üstündəki ədədi 4-ə bölün. Niyəsini artıq o videodan baxarsınız. Üslü qüvvət yazır. Yanına da Süleymanlı Vüqar yazsanız ətraflı izahı çıxacaq. 43'ü bölürsən 4-ə 10 tam. Qalıqda da nə qalır? 3 qalır. 3'ü gətirib qoyursan 7'nin üstünə. 7 üstü 3. Neynir? 343. Onda sonuncu rəqəmi 3. Cavab A variantı. 80-cı sual Kakuro. Kakuronun həlli kifayət qədər ənənəvi bir şey olduğu üçün bunu həll etmirəm, vaxt getməsin. E, istəyirsiniz screen eləyin, özünüz həll eləyin evdə, uzaqlaşdırıram. Sualınız olsa bunun altına yazarsınız ya da doğru cavabı elə bu videonun altına yaza bilərsiniz. Keçirik bu suala. 81 kifayət qədər çətin sualdır. Bəlkə də sınavımıza daxil olanların 5-10 faizi bunu düz yazıb. Gəlin açıqlama verin. Baxın, bununla bunu üst-üstə qoyuruq. Bununla bunu üst-üstə qoyanda fikir verin. Həm bunda, həm bunda hansı xət var? Bu xət var. Bir də orta xət var. Fikir verin, bunu da cavab kimi, güzgü kimi açıb. Fikir verin, bununla bunun harası ortaqdır? Yuxarı xətti, sağ xətti və aşağı xətti. Bunun da güzgüsü budur. İndi fikir verin, bununla bunun ortaq xəttləri hansıdır? Bununla bunun ortaq xəttləri bir yuxarıdakı xəttdir. Bir də soldakı xətt. Bunun da güzgüsü olacaq B variantı. Elə bil ki, birinci və ikinci fiquru üst-üstə çəkir. Onların hansı xəttləri üst-üstə düşürsə, onları saxlayır, aldığı cavabı da güzgü əksi olaraq çevirir. Bizim bunun hakkında YouTube'da çok sade bir izah videomuz mevcuttur. Barmaq sualı yazıp yanına da Süleymanlı Vüqar yazsanız hem orijinal hem de daha sürətli metodla həlli rastınıza çıxacaq. 7 insan olduğu üçün 7 dənə nömrə qoyuruq. Deməli 1-dən 7-yə qədər nömrələyirik. 1, 2, 3, 4, 5, 6 və 7. Birinci insan kimləri göstərirsə, deməli onlarda düz danışır. 2-dən axıra kimi hamını göstərir. Yerdə qalanlarda səhv. Yerdə də özü qalır. İkinci insan deyir, mən deyiləm. Bu özündə səhv, yerdə qalan bütün hallarda doğrudur. Bunu kimsə indi temanı tutmursa, mütləq videosuna baxsın ki, bu həllin hardan yarandığını, mən niyə bu həlli təklif eləmişəm, onu dinləsinlər. Üçüncü sualda hamısında reaksiyasızdır, cavab vermək istəmir. Dördüncüdə mənəm deyir, özündə düz, qalanlarında haqsızdır. Beşincidə yenə heç bir reaksiya vermir. Altıncıda hamısını göstərir. Ona görə hamısında doğrudur. 5'e qədər hamısında doğrudur. Qalanlarda səhv. Sonuncuda yenə hansısa bir reaksiya vermir. Yalandan nə işarə istəyirsiniz yazırsınız sonra. Deyir ki, şərtdə vəziyyəti göstərən şəklə əsasən yalan və doğru məlumat verənlərin say fərqi nə zaman ən çox olardı? Baxın, birinci halda, birinci sətirdə 2 doğru, 2 yalan var. Ona görə say fərqi 0 edir. 2 çıx 2. İkincidə də 2 çıx 2 0. Üçüncüdə 3 çıx 1. Cavab 2 eləyir. Beşincidə də cavab 2 eləyir. Altıncı və yeddincidə də 0 eləyir. Amma dördüncüyə baxın. 1, 2, 3, 4. 4 dənə müsbət, amma mənfi yoxdur. Yəni 0'dır. 4'dən də 0'ı çıxanda 4 eləyir. Fərq çox oldu. 4 oldu. Haçan oldu? Dördüncü iştirakçıda. Deməli cavab C variantıdır. Sonra baxırıq bu suala, fikir verin. Deməli yoldaşlar, bu sualda biz 2K'nı, fikir verin, 2K'nı M'e vurmuşuq, yeni 2K almışıq. Deməli M nədir? Deməli M 1'ə bərabərdir. M 1'dir.
M1'di, 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 M1'di. 116'dan nə çıxanda 1 qalar? 115. Deməli, T də 5'dir. Yaxşı. 115'in içində 20 neçə 5 dəfə yerləşir. Nədir bu? Təbii ki 23'dür. 23'ü 5'e vuranda 115 edir. Deməli K 3'dür. T də 5'dir. İndi K 3'dürsə, K 3'dürsə, nədən 3 çıxanda 1 qalır? Təbii ki 4'dür. Onda L də 4'dür. N də 6'dır ki düşüb aşağı. Qısacası 346'nı 23'e bölüblər. 34'ün içində 23 bir dəfə. 34'dən 23 çıxıblar. 11. 6 da gəlib. 116'da 23 5 dəfə. 115 çıxıblar. Qalıqda 1 qalıb. Cəmləri də 12. Çubuqlu bölmə görən kimi tələbələr qorxur, amma kifayət qədər normal sualdır. 84-cü sual. Məktəb, məktəb, təbrik. Burada düzgün cavab A variantıdır. Hərflərin yerini qarışdırıblar. 85-ci sualı sizə sərbəst sual kimi verirəm. Dayandırın videomu. Baxın, həllini yazın şərh bölməsində. Maraqlı sualdır, qəbula düşmüş bir sualdır. Rəqəmlərini dəyişib sınağımıza da salmışıq. Bu sizin sərbəst tapşırığınız. 86-cı sual. Baxın, X, Y, Z-ə X deyirəm, ABC-yə Y deyirəm. Və yazıram. X plus Y bərabərdir 909. Bunlar da X minus Y. X minus Y bərabərdir 663. Bunları tərəf-tərəfə toplayıram. 2x bərabərdir 1572. X də bərabərdir neçə? Deməli 750, bu da 36. 786. Bu 786 X, Y, Z'in qiymətidir. Buradan X'in qiyməti ilk rəqəm olduğu üçün 7 çıxır. Bəs C-ni necə tapa bilərik? Çox rahat. 786-nın üstünə, yəni 6-nın üstünə nə gələndə 9 edir. Təbii ki, bu da yəqin ki 3 olacaq. C də 3'dür. 7'nin 3 toplayanda 10 edir. Yoldaşlar, burada tərəddüd eləməyin. 786'nın yerinə qoyanda, X'in yerinə qoyanda, onsuz da Y-i tapmaq olur. 909'dan 786'nı çıxanda cavab eləyir. Neçə eləyir? Bir dəqiqə. 9, 100, o da 14. 123. 123. Verin. A 1, B 2, C də 3 çıxır. Belə. 123 dedim mən. Düz yanaşdım ki. Nəyə baxım. 3. Bəli, düz yanaşmışım. Hə, düzdür hər şey. 87-ci sual. 2 verin. 12'ni 3'e vururam 36. 6 çıxıram 30. 4'ü 7'ye vururam 28. 5 çıxıram 23. 6 vur 5 30. 8 də çıxanda 22. 88-ci sual kifayət qədər çətin sualdır, amma bunun maraqlı bir həlli mövcuddur. 1 plus 2 bölünsün operatora X deyirəm. Bölünsün 1 minus 2 bölünsün X bərabərdir. 2 vurulsun X, X 3'dür, Y də 3'dür. 2 vur 3, çıx 3, elə eləyir 3. Həm bunu, həm də bunu kəsirdən azad eləmək üçün yuxarını da aşağında X-ə vururam. 1 vur X, X. 2 bölü X-i də X-ə vuranda 2 eləyir. Aşağını da X-ə vuranda X minus 2 eləyir. Çarpaz vurursunuz. X plus 2 bərabərdir 3x minus 6. Buradan da mənfi 2x mənfi 8'e x də 4'e bərabər olmuş olur. 89-cu sual təxminən son qəbulların birində düşən sualın alternatividir. Gəlin ona da baxaq. Burada S, H, F hərfləri var. Burada da var. Burada da var. Ki verin. Başta S, başta H, başta F var. Ortada H, F, S var. Sonda F, S, H var. Eyni qayda bunda da var. Baxın. C, MN, MNC, NCM. Burada KDV, DVK deməli nə ilə başlayan yoxdur? V ilə başlayan yoxdur.
Ortada V və D var, K yoxdur. Sonda da D yoxdur. Cavab V, K, D. Belə cədvəl kimi həll edirik. Döyüş və dərman sözlərinin ortaq işlədə biləcəyimiz bir söz. Dilləri dava dərman. Pulum dava dərmana getdi bu ay, məsələn. Dava dərman, döyüş, dava, mərəkə. Bu sözlər də bir-birlə sinonimdir. Dava sözü vurğusunu dəyişməyinə bax, dava, o birisində də dava. Dava dərman. Belə 90 90 özü. 90-da nə edeyim? Gəlin bunu da sərbəst sual kimi verim sizə. Cavabını siz deyin mənə. Əslində ipucu verəcəm sizə. Sağa doğru aşma var, bir də rəng dəyişmə var. Görün ardıcıllıqla dördüncü hansı gəlməlidir? 1, 2, 3, dördüncü, sonra da 5, 6. Dördüncünü tapmalısınız siz. Yenə deyirəm. Fiqurda sağa aşma var və fiqurun rənglərinin dəyişdirilməsi ehtimalı var. Fikirləşin və 90 sual üçün də düzgün cavabı yazın şərh bölməsində. Amma şərhdə düzgün cavabı yazanda yoldaşlar hansı sualın nömrəsi olduğunu da yazın. 91-ci sualda sizin çox xüsusi olaraq çəkəcəm. Çox fərqli bir şifrələmə metodudur. Bu metodla şifrələmə sualları dövlət qulluğu, magistr və gömrük imtahanlarına istifadə olunmayan adətən belə deyək, yüksəliş müsabiqəsi tipli suallarda istifadə olunan sual tipləridir. Deyər ki, müəllim, bəs onda onun burada nə işi var? Fikir verin, əvvəllər yüksəlişdə istifadə olunan qrafik və cədvəl tipləri artıq gömrük, vergi və dövlət qulluğu imtahanlarında yer alır. Mən biraz uzaq görənlik eləyib, bəzi sual tiplərini istifadə edəndə sizlərdən ricam budur ki, belə deyək, üstündən keçməyin, öyrənin. O imtahanda sizə sürpriz sual kimi gəlməsin. Deməli, bu videoma baxan yoldaşlar məndən 2 sualın izahı ilə bağlı video görəcəklər. 1. 74-cü sualın izahı ilə bağlı yeni stil izah çəkəcəm. Ənənəvi öyrəşdiklərimizdən fərqli. Ekrana və vərəqə qələmi vurmadan həll eləmək üçün metod. İkinci də söz verdim sizə bu şifrələmə modeli ilə bağlı sualda. Və yoldaşlar keçdik 92-ci suala. Bu rahat sualdır. Həlli qaydasını göstərirəm sizə. Bir dənə kub açılışı çəkirsiniz və açılışda 400 yan bayan, bir üz yuxarı, bir üz də aşağı təşkil edirsiniz. Burada 1 var, həm də burada. 1'i yazırsınız ortaya. Fikir verin, 1'in solunda nə var? 2. 2'ni yazırsınız sola. 1'in də üstündə 4 var. 4'ü yazırsınız yuxarı. Fikir verin, 1'in aşağısında, 1'in solunda var idi. Bir nöqtanın üzrün əks tərəfində yerləşən nöqtələrin sayını istəyir. Yəni yoldaşlar, qısacası burada heç özümüzü yormaya ehtiyac yoxdur. Mən çox əziyyət çəkdim. Burada zər deyir. Zər nədir? Zər 1-dən 6-ya kimi üzləri olan bir fiqurdur. Əgər 1'in bir qonşusu 5, bir qonşusu 3, bir qonşusu 2, bir qonşusu da 4 isə cavablardan 2'ni, 3'ü, 5'i, 4'ü çıx. 1'in də əks tərəfində dayanan üz 1 olmayacaq ki. Cavab 6. Mən çox dərinə getdim. Elə bildim sual çətin sualdır. Dairə sualı.